Salam əzizaltılar, ümid edirəm ki, yaxşısınız. Bu gün sizə Unit 8, Our Natural World, bölmə 8 və bizim təbii dünyamız bölməsi ilə davam edirik izahlarımıza. Vocabulary in context, kontekst daxilində olan lüğətimiz. Nature walk, nature təbiətdir, walkdakı yürüyüş, təbiət yürüyüşü. Read the leaflets, qısa mətnləri oxuyun and match the images 1 to 10 with the words in bold. Birdən ona qədər olan sözləri qara hərflərlə yazılan şəkillərlə uyğunlaşdırın. Then listen, check and repeat. Sonra yoxlayın, qulaq asın, yoxlayın və təkrarlayın. Sunday 30 August, 30 Avqust, Bazar günü, 9 AM, 3 PM, saat səhər 9-dan 4 saat 3-ə qədər. Are you ready for a day of family fun? Bir günü ailə ilə əyləncəyə hazırsınız. Walk around Kent Lake and up Preston Hill. Deməli, Kent gölü və Preston təpəsi. Lake göldür, hill təpə. Təpəsi ətrafında gəzinti. Have a picnic on the grass. Grass otlardır və yaxud da ot. Otlar üzərində və yaxud da ot üzərində piknik et. Plant trees. Ağaclar ək. Baxaq buna uyğun gələn grass. Burada lake götürə bilərik. Lake. Hill. Devam edək. When? This Saturday. Nə vaxt? Bu şənbə günü from 8 AM to 2 PM. Səhər saat 8-dən orta saat 2 kimi. Village. Kənd. Deməli və ya in the fields behind Green Park. Field sahələrdir. Yaşıl parkın arxasındakı sahələrdə what nə? Vegetables, fruit and flowers for sale. Deməli tərəvəzlər, meyvə, güllər. Okay. Burada da hansı sözlər çıxada bilərik? Fields, sahələr. Bunu götürə bilərik. Flowers. Then. Trees də ola bilər əslində burada. No. Trees. Then. Let's clean the beach. Gəlin çimərliyi təmizləyək. Do you like to swim in the ocean and walk along the coast? Deməli, do you like to swim in the ocean? Okeanda üzməyi sevirsən və walk along the coast və sahil boyunca yerməyi. Do you like to see happy birds on the beach and fish in the water? Çimərlikdə xoşbəxt quşları görmək istəyirsən və balıqları və suda balıqları görmək istəyirsən? Come and help us in our great beach cleanup on September 1st. Gəl və bizə qoşul. Sentyabrın 1-i bizim böyük çimərlik təmizliyimizə gəl qoşul. Burada qaldı ocean. Hər halda bu ocean olar, çünki digərində artıq. Okay. Hill, lake. Lake yazdıq. Ocean olar. Çox gümancı və yaxud da coast ola bilər. Coast. Burada yəqin ki village götürəcək. Okay. Think about your country. Deyəcək, öz ölkən haqqında fikirləş. Town, şəhərin, and neighborhood və qonşuluğun haqqında. Copy the diagram and complete with the words below. Diaqramı köçürdün və aşağıdakı sözlərdən istifadə edin.
Deməli, burada sırf öz yerimizə uyğun yazırıq. In my neighborhood. Qonşuluğumuzda nə var? Bizim qonşuluğumuzda var kəndlər, village var. Sonra nə var? In my town, grass. Then in my town, hill. Then nə ola bilər? Lake. Trees. Ağaclar da var qonşuluqda, kənddə və yaxud da. Həmçinin birds. Then in my country we have coast, fields, flowers. Coast yazmışıq. Birds yazdıq bura. Grass yazdıq mı? Yazdıq. Trees yazmışıq. Ocean. Yox, bizdə ocean yoxdur. Village getdi. Trees, lake, hill, grass, flowers, fields, coast, birds. Bir dənə okean yoxdur. Yerdə qalan hər biri var. Complete the mind maps using the word phrases below. Bu xəritəmizi tamamlamamızı istəyir. Swim, harda üzə bilirik? In the lake, bir də in the ocean. Run, harda qaça bilərik? In the village. On the grass. Sonra in the fields. Then along the coast ola bilər əslində. Hills və yaxud da. Around hills olmaz, along the coast. Climb trees. Ağaclara dırmaşmaq. Climb dırmaşmaqdır. Climb. Nə ola bilər başqa? Okay, qalsın baxaraq. Look at birds. Look at hills. Then look at birds, hills. Flowers da ola bilər. Bir də nə olsun? Look at hills yazdıq, birds yazdıq, flowers yazdıq, trees. Ağaclara da baxa bilərik. Burada climb trees, bir də climb hills. Bunu da tamamladık. Use it. Make questions. Use the ideas in exercise 3. Çalışmada 3'də olan sözlərdən istifadə edərək sualları tamamlayın. What's the verbs? Okay. Feilin formalarından. Do you like to swim? Çalışma 3'ə baxaq hələ. Do you like flowers olsun yaxşı. No. Burada to'dursa feil istəyir bizdən. Do you like to swim götürək də yaxşı. Bunu silək. Do you like to swim in the lake? Göldə üzməyi xoşlayırsan? Sual. Do you when you are on holiday? Olsun. Do you are on holiday. Do you run on the grass olsun yaxşı. When you are on holiday. Tətildə olarkən otların üzərində qaçırsan, sadəcə cümlə olsun deyə qurdum. Did you last weekend? Did you climb trees last weekend? Keçən həftə ağacları dırmaşdın. Were you PM yesterday?
Will you swim? Will you look at olsun yaxşı. Will you looking at? No, just look at. Bu look at nə uyğun? Will you looking at olsun. Yəni, will you swimming olsun yaxşı. Were you swimming in the ocean at 6 p.m. yesterday? Dünən saat 6-da okeanda üzürdün. How often do you run on the grass? Work in pairs. Ask and answer questions in exercise 4. Cütləşdirib çalışma 4-də suala cavab vermemizi istəyir. Do you like to swim in the lake? Göldə üzməyi xoşlayırsan? No, I don't like to swim in the ocean. No, I don't. Xeyr, mən xoşlamıram. I like to swim in the ocean. Mən okeanda üzməyi xoşlayıram. Buna özünüz bu adından cavab verəcəksiniz. Do you run on the grass when you are on holiday? Tətildə olarkən otlar üzərində qaçırsanmı? No, I don't. Xeyr, mən etmirəm. I like to climb trees. Tutaq ki, ağacları dırmaşmağı xoşlayıram. Bu tipdə suallar verib cavablar verə bilərsiniz. Reading. Dear Prime Minister, hörmətli baş nazir, I am writing to tell you about the change my family and I can see in our village. Mən sizə ailəmin və mənim kəndimizdə gördüyümüz dəyişikliklər haqqında yazıram. When my grandparents were teenagers, they loved to run and listen to the birds in the fields. Mənim nənə və babalarım yeniyetmə olarkən onlar fields, sahələrdə qaçıb quşların səsinə qulaq asmağı sevirdilər. Now there are no birds and there is rubbish everywhere. İndi isə burada quşlar yoxdur və hər yer zibillikdir. When my parents were children, the lake near our village was clean and they could swim in it. Mənim valideynlərim uşaq olarkən kəndimizin yaxınlığındakı olan göl təmiz idi və onun içində üzürdülər. They could see a lot of fish in the water and they liked to play a game called Count the Fish. Onlar suyun içində çoxlu balıqlar görürdülər və balıqları say adlı oynamağı xoşlayırdılar. They remembered the day when they counted 100. Onlar 100 dənə balıq saydıqları günü xatırlayırlar. I'm lucky when I see one fish. Mən isə bir dənə görəndə özümü uğurlu hesab edirəm. But I see a lot of plastic in the water. Amma mən suyun içində çoxlu plastik görürəm. My friends and I wanted to do something about this. Mən və dostlarım bunun haqqında nəsə etmək istəyirik. We talked to our teachers and now we recycle a lot of things we use at school. Biz müəllimlərimizlə bu haqda danışdıq və biz indi çoxlu şeyləri yenidən emal edirik məktəbimizdə. Our teachers say our school wants to stop using plastic. Müəllimlərimiz deyir ki, bizim məktəbimiz plastik istifadəsini dayandırmaq istəyir. But we read some funding to do that. Amma bizim bunun üçün biraz maddi dəstəyə ehtiyacımız var. And I want to do more. Və mən daha çoxunu etmək istəyirəm. I want to organize a group to clean up the lake. Mən gölü təmizləmək üçün bir qrup təşkil etmək istəyirəm. Can you give us some money for the bags and gloves we need to buy? Bizə biraz əlcək və ehtiyacımız olan əlcək və çantaları almaq üçün biraz pul verə bilərsinizmi, dəstək edə bilərsinizmi? The bags need to be recyclable, of course. Əlbəttə, çantalar yenidən emal edilə bilən olmalıdırlar. Thank you. Ben Miller. Sağ olun. Ben Miller. Read the text quickly. Mətni tez-tez oxuyun. Then complete the information about the text with the words below. Və ona sözləri, aşağıda verilən sözləri tamamlayın mətni. The text is a letter to the Prime Minister. Mətin baş nazirə yazılmış bir məktubdur. The author of the text is Ben. Tekstin yazarı Ben'dir. The goals of the text are to describe a problem, tekstin məqsədi bir problemi təsvir etməkdir. Describe təsvir etmək. Give some ideas.
bir neçə ideyalar vermək, fikirlər vermək, and ask for help və kömək üçün xahiş etmək və yaxud da read the text and listen. Mətni oxuyun və qulaq asın. Choose the correct options. Düzgün variantları seçin. In the past there were birds in the fields. Keçmişdə orada quşlar var idi. Ben's grandparents think the fields are the same. No. Same eyni deməkdir. Different. Onlar düşünürlər ki, indi nənə babası fikirləşir ki, indi müxtəlifdir, dəyişib, yəni fərqlidir. Yes, düşünürdülər. Ben's parents like to play in the ocean, in the lake. In the lake. Orada çünki söhbət onların kəndinin yaxında olan göldən gedirdi. When they were children. Uşaq olarkən göldə oynamaq xoşlayırdılar. There are not many fish near Ben's village now. Onların kəndinin yaxındakı göldə hazırda çoxluq balıq yoxdur. Ben and his friends recycle materials at school. Məktəbdə yenidən emal etdilər əşyaları, düzdür. Ben bags and gloves to clean up the lake doesn't have yoxudur. Kömək istəyir ki, ona versinlər və alsın. Complete the table using the words below. Past, birds in the fields, fish in the lake. Göldə balıqlar vardı. Present, hazırda. Rubbish in the fields. In the fields. Recycling at school. Plastic in water. Okay, future. Lake cleanup. Lake cleanup. Recycle at school əslində presentdə də olar, futuredə olar. Mən buraya yazıram. At school. İndi deyək ki, düşünün. Is it important to know what your hometown or village looked like in the past? Deyir, sizin şəhərinizin və yaxud da kəndinizin keçmişdə necə göründüyünü bilmək vacibdirmi? Bu haqda özünüz düşünə bilərsiniz deyə düşünürəm. Yəni, valideynlərinizdən soruşub bu haqda ingiliscə yaza bilərsiniz. Language in context, kontekst daxilində olan. Kontekst daxilində dil. Demək, bizə burada verib ki, verbs to express likes, wants and needs. İstəklərimizi, xoşladıqlarımızı və ehtiyaclarımızı bildirmək üçün olan feillər. Present simple. Baxın, burada deyir, remember to use to, the infinitive after verbs to express likes, wants and needs. İstəklərinizi bildirmək üçün bu feillərdən sonra, yəni want feilidir, love'dır, like'dır, need'dir, hate'in özü də elə. Bunlardan sonra to'lu məsələ istifadə edirik. To. I want to organize a group. Bir qrup təşkil etmək istəyirəm. I love to listen to the birds. Gözü hamısı to'ludur. Mən quşlara qulaq asmaq istəyirəm. Deməli, our school wants to stop using plastic. We like to talk about recycling. The bags need to be recyclable. I needed to buy bags and gloves. You hated. Hate, nifret etməkdir. To see rubbish in the lake. My granddad loved to run in the fields. My friends and I wanted to do something. Nəsə etmək. They liked to play a game called Count a Fish. Make sentences about images from 1 to 4. Use the phrases below. Aşağıdakı ifadələri istifadə edərək cümlələri qurmağımızı istəyir. Martina wants to look at birds near the lake. Baxaq. My dad and I. Or no, Victor'ymuş bu da, sorry. Victor wants to go outside. Victor çölə getmək istəyir. Randasa Mahir loves to run on the beach.
With his dog. Öz itiyle qaçmağı xoşlayır burada. Bir dəqiqə. Then my dad and I hate to see rubbish in the fields. Düzelteyim. Okay. Çalışma işteysedik. Complete the sentences about 4 different places from the options below. Bu olan ifadelerle düzeldir cümleni. Use to infinitive and your own ideas. To'lu məslərdən istifadə edir və öz fikirlərimizi. I want to clean the lake. I want to see the lake. I want to see the lake ise mən orada olan gölü görmək istəyirəm. I need to clean the beach. I love to run on the hills. Veyahut da in the fields. I hate to swim in the ocean. Okay. Çalışma 4'te ise deyir ki, work in pairs, cütlərlə işləyin, take turns to say your sentences, öz cümlələrinizi demək üçün növbələşin, çalışma üstəşi cümlələri demək üçün növbələşin, guess your partners for places və dostunuzun yerlərini, 4 dənə yerini təxmin etməyə çalışın. I want to have a picnic isəyəm, mən orada piknik etmək istəyirəm. Do you want to go to the coast? No, I don't. Xeyr, mən getmək istəmirəm. Bu günü bu qədər əzaltlar. Növbəti dəfəki izahlarımızda görüşmək ümidilə.